Məni izləyən hər kəsə salam olsun. Bugün paxlava hazırlayacağım. 800 qram un ələkdən keçirtmişəm. 200 qram yağ əlavə etmişəm. Əvvəlcədən qoymuşam, biraz yumuşalıq. Şimdi bunu umac edəcəm. 100 qram xamanı əlavə edirəm. Kaç kabağını də əlavə edək unumuzun üzərinə. 1 yemək qaşığı şəkər də əlavə etdim unumuzun üzərinə. 1 çay qaşığı da duzumuzu əlavə edək. 3 ədəd yumurtamızı da əlavə edək xəmirimizin üzərinə. 1 çay qaşığı dolu olmayan mayamızı əlavə edək. Burada yarım stəkan sütümüz var. Yarım stəkan sütün üzərinə yarım stəkan da su əlavə edirəm. Xəmiri az-az əlavə edib yoğuracam. Kündələri tutduq, tapış altı üstü, 10 dənə də ortaları üçün. Kündələrimiz hazır. 1 kilo qoz ləpəsinə 800 qram şəkər tozu əlavə etmişəm. 1 çay qaşığı da üyüdülmüş dil əlavə etmişəm. Bu bizim paxlavamızın içliyi. Biraz çərə yağı götürürük ev temperaturunda. Listi yaxşı yağlayırıq. Paxlavanı bu qaydada kəsdik. Biraz qalsın, üzü qurusun. Sonra yumurta sarsın vurarıq və pişməyə. Öncədən də paxlavanı şərbətin hazırladım. 3 stəkan şəkər tozuna stəkan yarım su əlavə etdim. Qoyduq qaynamağa, yarım limonun da sıxdım suyuna. Şərbətimiz hazır. Şərbətimiz soyuq, paxlava isti olmalıdır. Burada 2 dənə yumurtanın sarısı var. Bir də 1 çay qaşığı duru yağ var. Şimdi əlavə edək paxlavamızın üzərinə. Paxlavanın yumurtasını vurduq. İndi qoyuruq pişməyə. 80 dərəcədə pişməyə. Üzü quruyubsa indi yağın əlavə edirik. 1 stəkan yağı əlavə edək paxlavamızın üzərinə. Sonra yarım stəkan da əlavə edəcəyik.